Bir daha xoş gördük. Hyundai Elantra korobkasının alt filtrini sökmüşük. Deməli, içərisində su getdiyinə görə maşında vıyıldama var idi. İçərisi su dirəndi, yəni su gedir. Bu yağışlı havalarda dayanıb, sürməyib də. Sürsəydi, bəlkə də getməzdi hissəsini. Onun da iç hissəsini getməyin səbəbkarı yuxarıda hava şey var, baçoku var, balaca hava baçoku. Onun içindən gedib. Şimdi açmışıq, sirkulyasiya edib, içərisini təmizləyib, yuyacaq. Birinci buz yağla tökəcəyik, içərisini təmizləyib, sonra bahalı yağı, öz yağını töküb tərtəmiz edəcək ki, maşın normal işləsin. Bunda 2 dənə olur filtr, bir burada, bir də burada. Bu su soyuducunun bu da korobkanın.